arasında sərbəst harmonik hərəkət edən bir cisim üçün 3 dənə yargı verib görək hansı düzgündür. Deməli, K-dan O-ya gedərkən hızının böyüklüyü artır, bəli. O-dan elə gedərkənsə hızının böyüklüyü azalır, bəli. Cismin hızının maksimum dəyəri bəli, tarazlıq vəziyyətindən keçən anda onun sürəti maksimum olur. 3 yargının üçü düzgündür. Şəkildəki cisim K ilə arasında basit harmonik, yəni sərbəst harmonik hərəkət edir. O nöqtəsindən K nöqtəsinə gedərkən nə olur? Deməli, O nöqtəsində sürət maksimum olduğuna görə K-ya gedəndə sürət azalacaqdır. Yəni, sürətin qiyməti azalır. Uzanım isə tarazlıqdan uzaqlaşır. Yəni, artdığına görə uzanım. Tarazlıqdan olan məsafə artdığına görə deməli, uzanım da artacaq. Cavab olacaq A variantı. Arasında sərbəst harmonik hərəkət edən bir cismin sürətinin qiyməti, böyüklüyü cismin O-dan keçərkən VO, M-dən keçərkən VM, L-dən keçərkən VL-dir. Məndən onlar arasındakı münasibət soruşur. Baxın, O nöqtəsindən keçəndə deməli, onun sürəti maksimum olur. Yəni, tarazlıq vəziyyətindən keçən anda sürət maksimal qiymətini alır. Onda VO böyük olacaq. İndi L-ə baxaq, bir də M-ə baxaq. Baxın, yəni, tam enerjimiz nəyə bərabərdir? Kx m kvadratı bölünsün 2 bərabərdir. Kx kvadratı bölünsün 2. Üstə gələk mv kvadratı bölünsün 2. Buradan ikilər ixtisar gedəndə v-ni tapanda tapırıq v-ni deməli omega vurulsun kök altında xm-in kvadratı çıx x-in kvadratı. Baxın, mənim sürətimi bu şəkildə tapıram. İndi baxaq, hər aralığa x desək. Baxaq. Deməli, O nöqtəsindən M nöqtəsinə qədər məsafə nə qədərdir? X-dir. Gəlin yazaq. Birinci VM üçün tapaq da. VM üçün. Olacaq. Omega vurulsun. XM nə qədərdir? 2x-dir. Kvadratı olacaq. 4x kvadratı çıxılsın. O-dan M-ə qədər məsafə də x-dir. Burada cavab nə olacaq? Deməli, omega x kök altında 3. Yəni, kök altında 3 omega x-dir. L nöqtəsi üçün də eyni ifadəni alacağım. L üçün də omega vurulsun, yenə 4x kvadratı çıxılsın x kvadratı bərabər olur omega x vurulsun kök altında 3-ə. İkisi üçün də eyni ifadəni tapdım. Ona görə də L nöqtəsində də M nöqtəsində də nədir? Sürətlər bərabərdir. O nöqtəsində isə ən böyükdür. Cavab olur D variantı. 2 metr olan, yəni amplitudu xm-i 2 metr olan sərbəst harmonik hərəkət edən bir cismin açısal hızı, yəni omegası 4 radyan bölü saniyədirsə, məndən maksimal sürəti soruşur. VM nəyə bərabər olur? Omega xm-ə. Demək, omegam 4-dür, xm-im 2-dir. Cavab eləyir 8 D variantı. Sərbəst harmonik hərəkət edən bir cismin periodu 12 saniyədir. T nə qədərdir? 12 saniyədir. Maksimal hızının böyüklüyü, yəni V maksimum nə qədərdir? 7-dir. Hərəkətin genliyin məndən soruşur. Yəni, xm-i məndən soruşur. Yazıram. Sürətin maksimum qiyməti nəyə bərabərdir? Omega xm-i. Omeganı da aça bilərəm də 2pi bölünsün T yaza bilərəm. Vurulsun xm-i. Baxaq. Sürət nə qədərdir? 7 bərabərdir 2 pi 3 period 12 vurulsun xm. Deməli, 6 aşağıda 12 ixtisar getdik. 2-də 1. Buradan da xm-i tapırıq nə qədər eləyir? 14 edir. Cavab olur Y variantı. Sərbəst harmonik hərəkət edən bir cismin periodu, deməli, period 3 saniyədir. Genlik, yəni amplitude 0,6 metr olduğuna görə ivməsinin, yəni təcilin maksimal qiymət. Təcil nəyə bərabərdir? Omega kvadratı xm-ə. Düzdürmü? Gəlin omeganı birinci tapaq. Omega nəyə bərabərdir? 2pi bölünsün T-yə. Yazaq, 2 vurulsun 3. Periyodda 3, ixtisar gedir, nə qalır? Omega 2-dir. Gedək, yox, bax, bu düsturda yerinə yazaq. Omeganın kvadratı 4 vurulsun xm də 0,6. Cavab 4 vurulsun 0,6-dan olacaq. 2,4 metr bölü saniyənin kvadratı. Sərbəst harmonik hərəkət edən bir cismin təcilinin maksimum dəyəri, yəni A maksimum nə qədərdir? 3,6 metr bölü saniyə kvadratıdır. Genlik, yəni xm-i 0,4 metr olduğuna görə frekansı, yəni növ tezliyi məndən soruşur. Gəlin yazaq. A maksimal nəyə bərabərdir? Omega kvadratı xm. Mən buradan omeganı tapa bilərəm. Kök altında A maksimal bölünsün x maksimal. Deməli, 3,6 bölünsün 0,4-dən
vergülləri atsam 36 bölünsün 4 eləyəcək 9. Kök altından da çıxacaq 3. Deməli, omeqamı tapdım. Bundan sonra tezliyi tapmaq asandır. Omega nəyə bərabərdir? 2 pi nüyə. Nünü tapanda nə edirik? Omeqanı 2 piyə bölürük. Yəni 3 bölünsün 2 vuruşdan 6. Cavab neçə eləyir? 2-də 1. Cavab olur A variantı. K ilə arasında sərbəst harmonik hərəkət edən bir cisim K nöqtəsində hızı, cismin hızı 0-dır. Mənə 3 dənə yargı verib deyir hansı düzgündür. K nöqtəsində cismin hızı 0-dır. Bəli, K nöqtəsində bir anlıq dayanır. Ona görə sürət 0 olur. Amma təcil maksimal qiymətini alır. K-da da, L-də də təcil maksimal qiymətini alır. 2 də düzgündür. O nöqtəsindən, yəni tarazlıqdan keçən də isə sürət maksimal qiymətini alır. Bəli, bu da düzdür. 3 yargının 3-ü də düzdür. K, L arasında sərbəst harmonik hərəkət edən bir cisim O-dan L-ə gedərkən hızının və ivməsinin böyüklüyü nasıl dəyişəcəkdir? Deməli, O-dan L-ə gedir. O-dan L-ə gedirsə, baxın, O nöqtəsində onun sürəti maksimum olur. L nöqtəsində sürət 0 olur, amma təcil maksimal qiymətini alır. Onda sürət nə olur? Sürət getdikcə azalır, təcil isə artır. Azalar, artar, cavab olur D variantı. Sərbəst harmonik hərəkət edən bir cismin O nöqtəsindəki sürətinin böyüklüyü, yəni V maksimum, tarazlıq vəziyyətində maksimum olur. 2 metr bölü saniyədirsə, L-dəki təcili məndən soruşur. Bax, təcil nəyə bərabərdir? Omega kvadratı x-ə. Mən omeqanı bilmirəm. Bunu da necə tapacağım? V maksimal nəyə bərabərdir? Omega x-ə. Buradan omeqanı taparam. V maksimal bölü x-ə. Deməli, 2 bölünsün. Deməli, santimetr metrə çevirsək olacaq. 100-ə bölməlikdə 0,4. Düzdürmü? Onda mən omeqanı tapdım 5. Gətirək yuxarıda yerinə qoyaq. Omeqanın kvadratı 25. Deməli, L O-dan nə qədər məsafədədir? 0,4 məsafədədir. 25 də 0,4-ə vuranda olur 10 metr bölünsün saniyə kvadratı B variantı. Ayl arasında sərbəst harmonik hərəkət edən bir cismin periodu 12 saniyədir. Deməli, K nöqtəsində təcili 0,4-dür. Deməli, mənə periodu verib 12-dir. Bir də maksimal təcili verib 0,4-dür. Birinci gəlin omeqanı tapaq. 2 pi bölünsün T-dən. 2 vurulsun 3, 6 bölünsün 12. Cavab eləyir 2-də 1. Omeqamızı tapdıq. İndi baxaq. A, daha doğrusu gəlin. Yaza bilərik də. A nəyə bərabərdir? Omega kvadratı xm. A maksimal. Omega kvadratı olacaq 4-də 1. X-i bilmirəm. Bərabərdir. A maksimalda 0,4-dür. Buradan X-i tapıram. Olur 1,6 metr. Bəli. Deməli, omega kvadratı xm-dir də burada. Deməli, mən xm-i tapdım. Yəni, amplitudumu 1,6-dır. Bu düzgün fikirdir. O-dakı hızının böyüklüyü. Deməli, ondan keçəndə sürət olur maksimal. Olur. Və maksimal nəyə bərabərdir? Omega xm-ə. Omegam 2-də 1-dir. Xm-im nə qədərdir? Tapmışdım 1,6-dır. Deməli, cavab olacaq 0,8 metr bölü saniyə. 2-də düzgündür. O-da sürət maksimal olduğuna görə ivmə 0 olur. 3 ifadənin 3-ü də düzgündür. Ayl arasında sərbəst harmonik hərəkət edən cismin kütləsi 2 kiloqramdır. Cismin O-dakı deməli, sürətinin qiyməti, yəni maksimal sürətinin qiyməti yeməyə maksimal nəyə bərabərdir? 2 metr bölü saniyədir. L-dəki qüvvəti məndən soruşur. Bax, kütləni də verib 2-dir, düzdürmü? Belə eləyək. Deməli, V maksimal nəyə bərabərdir? Omega xm-ə. Gəlin, buradan omeqamızı tapaq. Olur V maksimal bölü xm. Deməli, 2, xm də baxın, santimetrə verib metrə çevirək. Olacaq 0,5. Deməli, eləyəcək 4, düzdürmü? Gəlin, indi A maksimalımızı tapaq. O da nəyə bərabərdir? Omega kvadrat xm-ə. Omega 4 kvadratı 16, xm də 50-dir, olacaq 0,5. Onda A maksimalımı tapıram, eləyir 8 metr bölünsün saniyə kvadratı. İndi məndən deməli, L-də uygulanan qiymət, yəni L-də uygulanan qüvvənin maksimum qiyməti olacaq da, olacaq A maksimal, daha doğrusu M A maksimal. Bərabərdir M-A-dan. M verib 2-dir, A-nı da tapdıq 8-dir. 2 vur 8-dən cavab olacaq 16 Newton. K
K ilə arasında sərbəst harmonik hərəkət edən M kütləli bir cisim O-dan K-ya doğru hərəkət edərkən sürəti, təcili və qüvvəsinin istiqamətin. Baxın, istiqamət K-ya doğrudur. Ona görə baxın, mənim V-im bu istiqamətdədir. V-mi tapdım. Bir də təcillə qüvvədə həmişə mərkəzə doğru yönəlir. O-ya doğru yönələcək. F bərabərdir MA-dan. Bilirik də F-in ana dostdur. Yəni F necədirsə A-da elə olur. F necə yönəlirsə A da elə yönəlir. Ona görə də aynı anda F-in istiqaməti eyni olacaq. Cavab olur A variantı. Arasında sərbəst harmonik hərəkət edən bir cismin periodu 24 saniyədir. Buna görə A nöqtəsini keçərkən cismin sürəti nəyə bərabərdir? Baxın, bu A nöqtəsindədir və bura bir x deyək. Bu L isə tarazlıqdan maksimum uzaqlaşma, yəni amplituddur. Gəlin yazaq. K xm kvadrat bölü 2 bu bizim tam enerjimizdir. Nəyə bərabərdir? Kx kvadrat bölü 2 üstə gələk mv kvadratı bölünsün 2-yə. 2'lər hər tərəfdən ixtisar getdi. Yazırıq K xm kvadratı çıxılsın Kx kvadratı bərabərdir mv kvadratına. Buradan v-ni də tapsaq kök altında K bölünsün m xm-in kvadratı çıx x-in kvadratı. Düzdürmü? K bölən mənə nəyi verir? Omega kvadratını verir. Kök altından da omega çıxır. Onda qalır omega vurulsun kök altında xm-in kvadratı çıx x-in kvadratı. Düzdürmü? İndi baxaq. Mənə nəyi verib? Periodu veribdi. Omega da nəyə bərabərdir? 2 pi bölünsün t-yə. 2 vurulsun 3 bölünsün 24. Deməli 6 bölünsün 24. Buradan da qalır 4'də 1. Deməli mən omegamı tapdım. Omegam nə qədərdir? Omegam 4'də 1'dir. Yəni yazaq yerinə. 4'də 1 vurulsun. Deməli vurulsun kök altında. Xm-im nə qədərdir? Tarazlıqdan maksimum uzaqlaşma. 10. Cavabda santimetrlə soruşur. Çevirmə etmirəm. Onun kvadratı olacaq 100. X nə qədərdir tarazlıqdan? Nə qədər məsafədədir? 6. Onda kvadratı olacaq 36. Onda olur kök altında 64. Oradan da çıxır 8. Yəni 4'də 1 vurulsun 8. Cavab eləyir 2 metr. Doğrusu santimetr bölünsün saniyə. Cavab olur B variantı. K-in arasında sərbəst harmonik hərəkət edən bir cisim O nöqtəsindən keçərkən hızının böyüklüyü V olur. Baxın, bu O nöqtəsində tarazlıq vəziyyətindən keçəndə onun sürəti maksimal qiymətini alır. Omega xm olur. Mənə deyir ki, L nöqtəsindən keçərkən hızının böyüklüyü. Gəlin, bu hər bir aralığa bir x desək, onda tarazlıqdan maksimum uzaqlaşma x, 2x olacaq da mənim amplitudum olacaq 2 omega x-ə. İndi gəl baxaq. Bizim tam enerjimiz kx maksimalın kvadratı bölünsün 2 nəyə bərabərdir? Kx kvadrat bölü 2 üstə gələk mv kvadratı bölünsün 2-yə. Hər iki tərəfdən 2'ləri atsaq, k xm kvadratı çıx x kvadratı bir tərəfə yığsaq, bərabər olur mv kvadratı mv kvadratına. Buradan v-ni tapsaq, v nəyə bərabər olur? Kökün altında k bölünsün m, xm-in kvadratı çıx x-in kvadratına. Düzdürmü? K bölümdə mənə omega kvadratını verir. Kök altından da omega çıxır. Olur omega vurulsun kök altında xm-in kvadratı çıxılsın x-in kvadratı. Tapdıq. İndi gəl baxaq. Nə edə bilərik burada? İndi baxaq. Xm-imiz nə qədərdir? Tarazlıqdan maksimum uzaqlaşma. X, 2x. Onun da kvadratı mənə nəyə verəcək? Onun kvadratı mənə verəcək 4x-in kvadratı. Çıxılsın M nöqtə, L nöqtəsi. L nöqtəsi tarazlıqdan nə qədər uzaqdadır? X. Olacaq x-in kvadratı. Bərabər olacaq omega vurulsun kök altında 3x-in kvadratına. X də kökün altından çıxır. Olur omega vurulsun x kökün altında 3. İndi biz omeganı neyinək? Baxın, bu ifadədən və bu ifadədən. Gəlin omeganı da bax. Omega nəyə bərabərdir? Deməli yox, omega x'i də bax. Omega x nəyə bərabər olur? V m bölünsün 2-yə. Gətirək qoyaq yerinə. Deməli, v bölünsün 2 yazaq bura. Vurulsun kök altında 3. Cavab olacaq kök altında 3v. D variantı. K-in arasında sərbəst harmonik hərəkət edən cismin periodu 12 saniyədir. K x nöqtəsini keçəndən sonra ivməsinin böyüklüyü. Baxın, təcil omega kvadratı x-dir. Düsturu həmişə budur. Yəni omeganı tapaq. 2 pi bölünsün t
2 vurulsun 3. Periyod da 12'dir. Cavab eləyir 2'də 1. Gətirək yuxarıda yerinə yazaq. Omeqanın kvadratı, yəni 2'də 1'in kvadratı 4'də 1. X nə qədərdir? Tarazlıqdan olan məsafə nə qədərdir? 2 sm. İxtisar gedəndə cavab nə qalır? 2'də 1 sm bölünsün saniyənin kvadratı. Burada da düzgün cavab yoxdur. Cavab 2'də 1 edir. Qayır arasında sərbəst harmonik hərəkət edən cismin K və N nöqtələrindən keçərkən təcillərinin qiyməti AK və AN olur. Məndən onların nisbətini soruşur. Hər bir aralığa gəlim X deyək. X. Düzdürmü? İndi baxaq. Təcilin üstürün yazaq. Nəyə bərabərdir? Omega kvadratı X-ə. Gəlin birinci K nöqtəsi üçün baxaq. Omega kvadratı tarazlıqdan nə qədər məsafədədir K? X, 3x məsafədədir. İndi baxaq AN-ə. Omega kvadratı tarazlıqdan nə qədər məsafədədir? X məsafəsindədir. İndi məndən nisbət soruşur. AK bölünsün AN. Bərabər olur omega kvadratı vurulsun 3x bölünsün omega kvadratı X-ə. Cavabda nə olur? 3 olur Y variantı. Sərbəst harmonik hərəkət edən bir cismin deməli koordinat tənliyi verilibdir. 12 sinus pi böl 8-dir. Məndən periodu soruşur. Baxın, omeqamız nə qədərdir? Omeqamız deməli pi böl 8-dir. Onda omeqanı yazıram 2 pi bölünsün t. Bu da nəyə bərabərdir? Pi bölünsün 8-ə. Pilər ixtisar gedəndə onda t nəyə bərabər olur? 16 saniyə. Birinci ifadə düzgündür. İndi 2 saniyədəki uzanım deyir. Onda yazıram 12 sinus pi bölünsün 8. Zamanın yerinə yazıram 2. 2 ilə 8 getdi. Burada qaldı 4. Olur 12 sinus pi böl 4. O da kök altında 2 böl 2 alır da sinus 45 dərəcədə. Onda olur 6 kök altında 2. İkinci ifadəm də düzgündür. Məndən sürəti soruşur. Baxın, mən deməli koordinatı tapdım ki, ikinci saniyədə bax bu koordinatdadır. Onda sürəti tapanda nə edirəm? Omeqanı vururam həmin bu x-ə. Omeqam nə qədərdir? Pi bölünsün 8-dir. Vurulsun x-im nə qədərdir? 6 kök altında 2-dir. Daha doğrusu y ilə verib də, yəni koordinatı. Deməli, pi-nin yerinə 3 yazıram. 6 kök altında 2. 2'lər 2'yə ixtisar getsə burada qalacaq 4, burada qalacaq 3. Olur 9 kök altında 2 bölünsün 4'ə. Bəli, 3 ifadənin üçü də düzgündür. Sərbəst harmonik hərəkət edən 3 kiloqram kütləli bir cismə tətbiq olunan qüvvənin deməli uzanıma bağlı qrafiki verilib. Deməli, genlik, yəni xm 0,2 metr olduğuna görə 0,1 metr uzaqlıqda hızının böyüklüyü. Baxın. Elbi bura odur. Bura 0,1. Bura isə deməli 0,2. Bu uzaqlıq xm-dir. Məndən bax bu 0,1 tarazlıqdan 0,1 metr uzaqdakı deməli sürəti soruşur. Bunun üçün nə edirəm? Deməli bax bu f-dir, qüvvədir, bu da x-dir. Deməli f-x-ə böləndə bax bu bucaq mənə nəyi verir? Yəni f bölünsün x-i də. O da mənə nəyi verəcək? 60 bölünsün 0,2-dən mənə verəcək 300-ü. Bu 300-ə mənim nəyimdir? F bərabərdir kx-dən, elə bil. F-i böldü x-ə mənə nəyi verir? K-nı verir. Sabiti verir də. Sərtliyi verir daha doğrusu. Onda periodu tapa bilərəm. 2 pi kök altında n bölünsün k-dan. 2 vurulsun 3. Kütlə 3. K-da 300. Deməli 6 vurulsun. Deməli 1 bölü 100 oradan da çıxır 10. 1 bölü 10. Onda mən t-ni tapdım. Nə qədər eləyir? T-ni tapdım 0,6. İndi məndən baxın, bu nöqtədə, yəni tarazlıqdan 0,1 metr nöqtədə sürəti soruşur. Onda V nəyə bərabərdir? V bərabərdir omega. Yuxarıdakı məsələlərdə düstur çıxartmışdıq. Xm-in kvadratı çıxılsın x-in kvadratı. Düzdürmü? Deməli, omeganın yerinə 2 pi bölünsün t yazıram. Xm-imiz nə qədərdir? 0,2 kvadratı 0,4 çıxılsın 0, deməli belə yazaq da. Deməli 0,2-dir. 10'da 2 kimi yazsaq olacaq %4 çıxılsın %1. Deməli 2 vurulsun 3. Periodu nə qədər tapdım? 0,6 vurulsun kökün altında %3 eləyir. Bax bu %3'dür. Deməli
olacaq 6 böl 0,6. İxtisar getdi, bura qaldı 60. 60 da 6-ya böləndə 10 eləyir. 10 vurulsun. Deməli, bu 100-dən də çıxdı 1 böl 10. Kök altında 3. Onlar da ixtisar gedəndə nə qalır? Elə kökdə 3 qalır. Cavab olur C variantı. Arasında sabit harmonik hərəkət edən bir cismin periodu deməli 24 saniyədir. Buna görə L nöqtəsindən keçəndən 2 saniyə sonra deməli təcilin qiyməti məndən soruşur. Baxın, hərəkət L nöqtəsindən başlayır. Koordinat tənliyimizi yazsaq, x nəyə bərabərdir? Deməli, L-dən başladığına görə kosinusdan başlayıb. Olub x-im kosinus omega vurulsun t. Deməli, A-nı tapanda isə A koordinatdan 2 dəfə teorem alarıq və yaxud da bilirik ki, A x-i pi qədər qabaqlayır da. Onda olacaq mənfi AM, düzdürmü? Mənfi AM kosinus omega t-yə. Yəni, birinci AM-imizi tapaq. AM nəyə bərabərdir? Omega kvadratı x-m. Omeganı açsaq, olacaq 4pi kvadratı, t kvadratı vurulsun x-m. 4 p-nin kvadratı 9, x-m 10 santimetrdir, cavabda santimetrləndir, saxlayıram. Periyod da 24-dür. 24 vur 24 kimi yazaram. Deməli, cavab eləyəcək. 4 ilə 24 getdi, burada qaldı 6. 3 ixtisar getsə, burada qalır 3, burada qalır 2. 2 ilə da qaldı 5. Deməli, 3 ilə 24 ixtisar aparsaq, 8-də 5. AM-i tapdım 8-də 5. Gəlin yazaq. Qoyaq yerinə. Deməli, A bərabərdir. Mənfi AM nə qədərdir? 8-də 5. Kosinus omeganı yerinə yazıram. 2 pi bölünsün. T vurulsun T. Olacaq mənfi 8-də 5. Kosinus deməli 6 bölünsün 24. T'nin də yerinə bax 2 saniyə verib. 2-ni yazıram. Heç 6 yazmaya ehtiyac yoxdur. Bunu 2 pi kimi saxlayayım. 4 eləyir bu 2 aşağı ilə ixtisar gedəndə qalır 3. Qalır kosinus pi böl 3. Bu da 60 dərəcədir. Deməli, daha doğrusu 6 qalır 6. Kosinus 30'dur. Kosinus 30'da da alır. Kök altında 3 bölünsün 2. Onda cavab necə eləyəcək? 16'da 5, kökün altında 3 cavab olur B variantı.